həmin kursun özündə tanış olduğum bir xanımın vasitəsilə mən başqa bir kursa da yazıldım. Bu psixologiya ilə bağlı olan bir kurs idi. Bilinən adı ilə NLP, yəni neurolingvistik proqramlaşdırma, şuuraltı dəyişim, bu mövzular da çox diqqətimi cəlb elədi. Dedim elə hazır şəxsi inkişaf yoluna girmiş ikən, gedim bir də həmin o kursa da qatılım. Və mən həmin kursa yazıldım. Daha doğrusu birinci müraciət etdim. Oradakı müəllim mənim yaşıma baxdı, bir özümə baxdı, bir də təlimin içində öyrədilən mövzulara baxdı. Dedi ki, valla bu təlim biraz daha yüksək yaşlı şəxslər üçündür, sənin yaşına çox da uyğun deyil. Mən də ona biraz yaddaş olimpiadalarında olan nailiyyətlərimdən, bacarıqlarımdan danışdım və müəllim dedi ki, sən öz yaşıdlarından xeyli fərqlisən. Olar ki, biz səni təlimə götürək. Və sağ olsun, o təlimə məni götürdü. Həmin təlimdə də özümdən danışırdım, insanların diqqətini cəlb edirdi. İstər-istəməz orada məndən 15, 20, 30 yaş böyük şəxslər, iş adamları, nə bilim, dövlət adamları iştirak edirdilər. Onlarda da bir maraq yaranmışdı. Və mən o mühitin içərisində istər-istəməz birdən-birə özümdə bir şeyi fərq elədim ki, bu mühit mənim çox xoşuma gəlir.